Salam əziz izləyicilər, bu videoda ilk kimyəvi anlayışlar mövzusunda öz hazırladığım bir quiz izah edəcəm. 15 sualdan ibarətdir və bu quiz B variantıdır. Yəni nə asan deyil, nə də çox çətin deyil, orta səviyyəli suallardan ibarətdir. Bu quizlər satışda yoxdur. Əldə etmək istəyirsinizsə, burada gördüyünüz nömrəyə, yəni mənə mesaj yaza bilərsiniz. 75 quizdir ümumiyyətlə, bütün kimya proqramını əhatə eləyir. Asan, orta və çətin səviyyəli quizlərdir. A variantı, B variantı və C variantı. Keçirəm birinci suala. Səhv verilmiş fikirləri müəyyən edin. Qarışıqlar kimyəvi üsullarla tərkib hissələrinə ayrılırlar. Xeyr, fiziki üsullarla. 2. Havadan oksigen almaq fiziki üsulla mümkündür. Bəli, havanın fraksiyalı distilləsi ilə havada olan qazları əldə etmək mümkündür. Həmçinin oksigeni də. 3. Suyun donması zamanı sıxlıq azalır deyir. Düz deyir bunu da. Suda sıxlığın ən çox olduğu aqreqat halı mayedir. Ona görə də donanda, yəni bərk hala keçəndə sıxlıq azalır. Səhv verilən fikirləri götürməliyik. Yalnız 1 cavab C variantı. 2-də deyir ki, hansı maddənin keyfiyyət tərkibi metil spirtinin keyfiyyət tərkibi ilə eynidir. Yəni demək istəyir ki, burada olan elementlər başqa hansı maddədə var? Yəni hansı elementlərdir? Bunlar karbondur, hidrogendir, oksigendir. A variantında oksigen yoxdur, B variantında karbon yoxdur, C variantında üçü də var, amma əlavə azot da var. Həmçinin D variantında oksigen yoxdur, əvəzinə azot var. Doğru cavab Y variantıdır. Karbon, hidrogen, oksigen bu 3 elementdən ibarət bir maddə verilib. Üçüncü sual, X və Y hansı variantda doğru verilmişdir? Fiziki hadisə X və Y. Sıxlıq azalır, artır. Aha, bunu belə yazaq. Burada yazıram. Deməli, maddə bərk haldan mayəyə, mayədən qaza keçirsə, sıxlıq azalır. Yazıram bura, rho azalır. Bunlar hansı proseslərdir? Deməli, ərimədir. Mayədən qaza keçmək qaynamadır və ya buxarlanma. Bir də bərkdən birbaşa qaza keçmək var. Bu da sublimasiyadır. Deməli, sıxlıq azalır qaynamada və sublimasiyada. 2-4 X-a aiddir. Cavab C variantı. Bu, lövhədə yazdığım proseslərin əksinə gedən proseslər. Kondensasiya, donma və desublimasiyadır ki, o zaman da sıxlıq artır. 4. Adsorpsiyaya əsaslanan ayırma üsulu hansıdır? Bu, xromatoqrafiyadır təbii ki. 5. Hansı elementlərin əmələ gətirdiyi bəsit maddənin formulu doğru verilməmişdir? Karbonda C2 yoxdur, doğru verilməyib. Oksigende O3 var, ozon. Bu doğrudur. Fosforda P4 var, buna ağ fosfor deyirik. Bu da doğrudur. Amma kükürtdə S3 yoxdur. Doğru verilməyib. 1-4 cavab A variantı. 6-da metalları müəyyən etməliyik. Barium və mangan metaldır. Flor və silisium qeyri-metaldır. 2 və 3 doğru cavabdır. 7-də uyğunluğu müəyyən etməliyik. Cisim və maddə. Ozon maddədir. A getdi. Çəkid cisimdir, üzük cisimdir. B getdi. Qaşıq cisimdir, masa cisimdir. C getdi. Hava maddədir, üzük cisimdir. D getdi. Qaşıq cisimdir, ozon maddədir. Cavab Y variantı olacaq. 8-də deyir, hansı qarışığın ayrılma üsulu doğru verilməmişdir? Su ilə benzin durultma, bəli. Hava distillə ilə, bəli. Su və gil süzmə ilə, bəli. Su və etil spirti distillə ilə olar. Su və dəmir tozu buxarlandırma ilə yox. Deməli, süzmə üsulu ilə ayırmaq məqsədə uyğundur. 9-da X plus Y qarışığı distillə üsulu ilə X plus Z qarışığı süzmə üsulu ilə ayrılırsa, səhv verilən fikirləri seçin. Əgər X plus Y distillə ilə ayrılırsa, deməli, hər ikisi mayedir. Bu da mayedir, bu da mayedir. X plus Z qarışığı süzmə üsulu ilə ayrılır. Aha, süzmədə biri maye, biri bərk olmalıdır və biz X-in maye olduğunu artıq bilirik yuxarıdan. Deməli, Z bərk haldadır. İndi baxırıq, X mayedirmi? Düzdür. Y bərkdirmi? Səhvdir. Z bərkdirmi? Düzdür.
X və Y bir-birində həll olmurlar. Səhvdir. Çünki distillə üsulu ilə ayırırıqsa, deməli onlar bir-birlərində həll olurlar. Səhv verilən fikirləri seçməliyik. 2 və 4 səhv verilən fikirlərdir. 10-cu sualda deyir, hansı fikir metallara aiddir? Zəif istilik keçiriciliyinə malikdirlər. Xeyr. Qaz halında nümayəndələri var. Xeyr. Parlaqlığa malikdirlər. Bəli. Döyüldükdə ovulurlar. Xeyr, bu qeyri-metallara aiddir. Elektrik keçirmirlər. Bu da yenə qeyri-metalların çoxsuna aiddir. 11. Heterogen qarışığı müəyyən etməliyik. Duman heterogen qarışıqdır. Digərləri homogendir. 12. X maddəsi haqqında verilən fikirlərdən hansı doğru deyil? X maddəsi -20-də əriyir, 47-də qaynayır. Baxaq, saf maddədir. Doğrudur, çünki fiziki xassələri sabitdir. Məsələn, ərimə qaynama temperaturunun sabit olduğunu cədvəldən görürük. -30-da bərk haldadır. Bəli, -30 hara düşür? -20-dən sola. Yəni, burada hələ əriməyib. -20-də əriyəcək. Deməli, bərk haldadır. Düzdür. Qızdırıldıqda molekullarının hərəkət sürəti artır. Bu, bütün maddələrə aiddir. 40 Selsidə qaz halındadır. Xeyr, 40 Selsi 47-dən soldadır. Mayəyə düşür. 30 Selsidə maye halındadır. Bəli, bu doğrudur. Gəlirəm 13-cü suala. Hansı temperaturlarda maddələrin üçü də eyni aqreqat halında olar? X maddəsi 24-də əriyir, 136-da qaynayır. Y maddəsi -9-da əriyir, 74-də qaynayır. Və Z maddəsi 3-də əriyir, 87-də qaynayır. Baxırıq indi. -3 hara düşür? -3 düşür göstərdiyim nöqtələrə, hissələrə, ədəd oxunda. Deməli, -3 dərəcədə X və Z bərk haldadır, Y maye. Bu deyil. 110 Selsi. Təxminən 110 Selsi düşür bura. Deməli, 110 Selsidə X mayedir, Y və Z bərk haldadır. Bu da doğru deyil. -20. Hara düşür -20? Baxaq görək. -20 təxminən bura düşür. Bura düşür və bura düşür. Yəni, üçündə də, 3 maddənin üçündə də -20 dərəcə bərk hala düşür. Bu eyni oldu. 44 dərəcəyə baxırıq. 44 dərəcə düşür. X üçün maye halına, Y üçün yenə maye halına, Z üçün yenə də maye halına. Bəli, 44-də də eyni oldu. 3 və 4-ü götürəcəyik. Cavab B variantıdır. 14. Nəcib qazları müəyyən etməliyik. Helium, neon, argon, kripton, ksenon, radon. Bunlar nəcib qazlardır. 1 və 2 cavab A variantı. Və 15. Hansı maddənin su ilə qarışığını buxarlandırma üsulu ilə ayırmaq olar? Buxarlandırma üsulu ilə bir-birində həll olan maye plus bərk qarışığı ayırmaq olar. Yəni, homogen olmalıdır. Homogen olması üçün də həll olmanın vacibliyi var. Deməli, suda həll olma qabiliyyəti var, müsbət götürəcəyik. Aqreqat halı da götürəcəyik bərk. Cavab B variantı. Məsələn, xörək duzu. Suda həll olsa, onun qarışığını buxarlandırma ilə ayıra bilərik. Və burada da cavablar var, quizin cavabları. Təkrar edirəm, bu quizi əldə etmək istəyirsinizsə 077 460 47 23 nömrəsinə mənə mesaj yaza bilərsiniz. Hələlik.